Limitlərin çoxu bizim beynimizdədir. Biz elə bilirik ki, bütün düşündüklərimizin əksəriyyəti realdır, lakin bu uşaqlıqdan bizə proqramlaşdırılmış, kodlaşdırılmış şəkildə gəlir. Biz ilk olaraq birinci düşüncəmizi dəyişdirməli və özümüzü təkmilləşdirməliyik ki, həyatımızda uğurlara çata bilək. Bunun üçün də düşüncə dəyişdirilməsinə siz özünüzü təkmilləşdirmə, kitab oxuma və yaxud da digər aktivisiyalarla başlaya bilərsiniz. Bunlar sizin hər birinizin ilk olaraq limitlərinizin yığışdırılmasında və sizin gözünüzdə imkansızların mümkün ola bilməsində köməkliyi göstərir. Düşüncəni dəyişdirdikdən sonra biz yeni bir gəlir mənbəyi yarada bilər və bu gəlir mənbəyindən daha çox gəlirlər əldə edə bilərik. Və bu gəlir mənbələrindən biri də elektron ticarətdir. Elektron ticarət vasitəsilə siz öz biznesinizi qurub, həmin bu biznes üzərindən heç xəyalınızda olmayan gəlirlərə çata bilərsiniz. Və bunu etmiş olan bizim 2000-ə yaxın tələbəmiz var. Onlar da bu nəticələri əldə ediblər. Əgər siz də yüksək gəlirlər əldə edib, heç kimə asılı olmadan xəyalınızdakı həyatı yaşamaq istəyirsinizsə, sadəcə rəylərə e-ticarət yazmağınız kifayət edir ki, mən sizə bu barədə daha detallı məlumat göndərim.